Yaşlılar, uşaqlar. Bugünkü mövzumuz feilin təsriflənməyən formalarıdır. Feilin təsriflənməyən formaları var. Bir də təsriflənən formalarımız vardır. Təsriflənən və ya təsriflənməyən nə demək olur? Kim deyər? Əla. Yəni, şəxsə və kəmiyyətə görə dəyişirsə təsriflənəndir. Dəyişmirsə təsriflənməyəndir. Dəyişməyənlər, yəni təsriflənməyənlərimiz hansılardır? Məsəl, feili sifət və feili bağlama. Bu üçü feilin təsriflənməyən forması sayılır. Hər üçünün oxşar cəhətləri var, bir də fərqli cəhətləri var. Bunlar nələrdir oxşar cəhətlərimiz? Feildir, düzdür. Feil isə nə bildirəcək? Hərəkət bildirir, hər üçü. Təsdiq və inkarda olur, hər üçü. Təsirli və təsirsiz olur, düzdür. Hazırlıq proqramımızda kimi bizə verdiyi proqramda bu olmasa da biz bunu bilmək ki, təsirli və təsirsiz olur. 10 dəqiqə. Yaş. Başdan qayıdaq yenə uşaqlar. Deməli, feildir, feil isə hərəkət bildirir, təsdiq inkarda olur, təsirsiz və ya təsirli olur. Məna növlərinə görə dəyişə bilir və özündən qabaqki sözlə bir yerdə nə yaradar? Tərkib yaradır. Biri qaldı, biri nədir uşaqlar? İki nitq səsinin xüsusiyyətini daşıyır hər üçü. Məsələn, məsdər feil və ismin xüsusiyyətini daşıyır. Feil sifət, feil və sifətin xüsusiyyətini daşıyır. Bəli, feil bağlama isə feil və zərfin xüsusiyyətini daşıyır. Bura qədər çətin bir şeyimiz məncə yoxdur. Keçək indi məsdərə. Məsdərin feilə aid xüsusiyyətləri bunlardır. Düzdür? Və ismə aid müəyyən xüsusiyyətlər var. Onu yazacağıq. İlk öncə bilək ki, məsdərin şəkilçisi maqmək şəkilçisidir. Şəklimiz qrammatik şəkilçidir uşaqlar. Bəzən mamə formasında da olur. Məsələn, oxumaq, getmək, gəlmək və s. İnkarı nə ilə düzəlir? Mamə inkar şəkilçisi ilə düzələcək. Getmək, inkar nə olar? Getməmək və s. Məsdərimizin ismə aid olan xüsusiyyətləri hansılardır? İsim əşyanın adını bildirir. Məsdər isə hərəkətin adını bildirmiş olur. Nə sualına, yəni kim sualına, nə sualına cavab verə bilər məsdərimiz? Yəni qısaca ismi sualına cavab verə bilər. İsim kimi hallana bilər, hal şəkilçisi qəbul edər. İsim kimi mənsubiyyətə görə dəyişər, yəni mənsubiyyət şəkilçisi qəbul edər. Ümumi xüsusi olarmı? Xeyr, ümumi xüsusi olmur. Konkret mücərrəd olmur. Qoşmalarla işlənə bilər. Oxumaq üçün, getmək üçün, gəlmək üçün və s. işlənə bilər. Bu bizim məsdərin ismə aid olan xüsusiyyətdir. Və məsdər məsələn deyir ki, cümlədə məsdəri tap. Yazır ki, o axmaq insandır. Biz də bilirik ki, maqmək şəkilçisi məsdərə aid olan qrammatik şəkilçisidir. Kimdir insandır? Necə insan? Axmaq insan. Necə, hansının hissəsinin sualı idi? Sifətin. Bəs bu sifət oldu axı. O zaman belə bir yadda saxlayaq ki, nəyi? Maqmaq şəkilçisindən olan hər söz məsdər deyil. Yaxşı? Oldu. Məsələn, hansı vardı? Ən çox səhər-səhər Ruslan nə yiyir? Qaymaq yiyir. Balıq tutanda qarmaqdan istifadə edirik, düzdür. Oymaq var. Oymaq iki cür işlənir deyəcəm, bura düz qoyaq. Saxmaq da iki cür işlənir, bunu da deyəcəm. Sonra başqa nə olar? Nə? Barmaq, bəli, barmaqlarımız ola bilər və s. Məsələn, axmaq. Axmaq sözü iki cür işlənir. Axmaq insan sifət mənasında sifətdir. Bəli. Hə, gəl gedir. Axmaq insan mənasında olur sifət. Amma suyun axmağı olsa nə olar aytaz? Su axdı. Nə olar? Feilin məsdər forması olar. Qaymaq, qarmaq sözlərin ümumiyyətcə bir də barmaq ümumiyyətcə məsdər deyil, isimdir. Oymaq iki cür olar. Oymaq yaşayış məskəni olarsa, amma nə isə oymaq mənasında olanda məsdər. Saxmaq sözü iki cür olar. Yıldırımın çaxmağı məsdərdir, amma alışqan mənasında saxmaq isim olur. Vəssalam. Sual bu cürdə düşə bilər ki, uşaqlar. Baxın, məsdər təyin olunur.
məstər cəmlənə bilmir. Sualda düşsə ki, verilən cümlələrdən birində məsələyə aid olmayan xüsusiyyət var. 1. Cəmlənmək olacaq, oxumaqları, yazmaq. Bir də təyin olmaq xüsusiyyəti var ki, bu da məsələyə aid deyil, ola bilər ki, cümlədə istifadə olunur. Məsələtindən bu qədər. Evə testini verəcəyik. Keçirik fe'li sifətə uşaqlar. Fe'li sifət necə? Bu üçünün də şəkilçilərinin hamısı qrammatik şəkilçi uşaqlar. Yaxşı? Belə deyək. Fe'li sifət həm fe'lin, həm sifətin xüsusiyyətlərini daşıyır, əziz gənclərimiz. Fe'lin xüsusiyyətlərimiz hansılar idi? Bunlardır. Və ikinci hissəsi xüsusiyyətini daşımaq idi. Sifətlər xüsusiyyətimiz əlamət bildirə bilər, təyin ola bilər, cümlədə ismə aid olar, isimləşə bilər və s. Bunlar da fe'li sifətə aid olan müəyyən xüsusiyyətləridir. Amma dərəcə əlaməti qəbul etməz. Məsələn, onu biz götürə bilmərik ki, fe'li sifət dərəcələndir. Ən çox populyar olan sualımız hansı sualıdır? Və bir də əsas qayda. Məsələn, burada zamanlar da var da, bilirsiniz. Fe'lin zamanları var. Fe'li sifətin, belə deyil, fe'li sifət cümlədə zaman şəkilçisi qəbul etmir. Yəni, zamana görə dəyişə bilmir. Nə olar? Zaman məzmunu, zaman mənası bildirir olur. Məsələn, oxuyan uşaq. Dünən mi oxuyan uşaq olur, yoxsa bu gün mü? Oxuyan uşaq. Bu gün mü oxuyandı, yoxsa dünən oxuyan uşaq? Bu gün. Deməli, indiki zaman məzmunu verir uşaq. Anladıq mı? Keçmiş zaman məzmunu, gələcək zaman məzmunu. Amma daha deyə bilmərik ki, fe'li sifət keçmiş zamandadır. Yəni, keçmiş zamanın şəkilçisini qəbul edib olmaz. Bax, yadda saxladığımız ən mühüm detay buradır. Oldu. Məsələn, indiki zaman an üstündəki şəkilçisi bəli. Yox, maşın deyil. Maşınıza deyil. Yox. Ayədadır. İndiki zaman məzmunumuz an əmri olar. Oxuyan, gedən, gələn, vuran, qıran və s. İnkarı oxumayan, vurmayan, qırmayan, yazmayan. Necə tapırıq? Oxuyan şagird. Sual verin. Necə şagird? Oxuyan. Ən məşhur şəkilçimiz uşaqlar an əmri. Oldu. Keçirik. Keçmiş zaman məzmununu bildirər. Mış şəkilçisi var. Tək şəkilləyəcək. Mışla biz nəyə keçmişdik? Hansı zaman idi? Mış. Keçmiş, nəqli keçmiş zaman. Məsələn, oxunmuş kitab yadınıza gəlirsə, kitab oxunmuşdur. Oxunmuş kitab olanda nə olur? Keçmiş zaman. Bir də plus mənsubiyyət var keçmiş zamanımızda uşaqlar. Oxuduğum, yazdığım, getdiyim, gəldiyim, gəzdiyim və s. tipli sözlərimiz isə keçmiş zaman məzmununu bildirir. Üçüncü gələn isə acaq. Bu gələcək zaman məzmunudur. Bu da eyni qayda yadınıza gəlirsə, qəti gələcək zamanda işlədə bilərik. O, dərsini oxuyacaq deyəndə gələcək zaman. Oxunacaq kitab fe'lin gələcək zaman məzmunudur. Fe'li sifət şəkilçisi. Malı müəllimiz var, hansı şəklin şəkilçisidir gəlsin? Vacib. Əla. Oxunmalı kitab fe'li sifət. Kitab oxunmalıdır. Olur vacib şəkli. Bir də malı məliyə oxşuyur, amma nə fe'li sifət deyil, nə də vacib şəkli. Bu qovurmalı yemək. Sözün kökü nədir? Qovur. Qovurma isim yaratdıq. İsimdən də sifət yaradırıq. Qovurmalı. Yaxşı. Orada şəkilçi iki yerə bölünür. Dondurmalı, qovurmalı. Bu tipli sözlərimiz bizim nə olur? Sürməli. Sürürük gözümüzə, sürməyə. Sürməli qız məsələn. Burada malı məli deyil. İki sözdür, bunu yadımıza saxlayın. Bir də asıl əsl şəkilçimiz var idi, yadınıza gəlirsə. Bu da lazım şəklinin şəkilçisi ilə səhv salmırıq. Hansı soruna cavab verərsə və özünə sonra daha çox isim gələrsə, bu zaman var fe'li sifət. Amma məsələn, dərs oxunmasıdır. Bu olur fe'lin lazım şəkli Ruslanım. Nəyə gülürük gözəl Ruslan? Dəyərli qardaşım. Bu belə. Çətin bir şeyimiz məncə yoxdur. Keçirik fe'li bağlamaya olar. Fe'li bağlama da ikinci hissəsinin xüsusiyyətini daşıyır. İsimli, fe'l və zərf. Fe'li aid xüsusiyyətlərimiz ikinci hissəsinin xüsusiyyətini daşıyır.
feildir, təsdiq, inkar, təsdiqli, təsdiq, məna növləri. Hamısında eyni şeydir. Bəli, hamısını təsdiq edəcəm. Hörmətli Ömər bəy. Ben niye? Nə niyə? Niye? Nə üçün hamısını veririk? Çünki azdır. Güzel. Hərəsinə aid 70-80 testdir. 3-ə vururuq, 210-250 test edilir. Yəni, ayən dinlənmir ki, müəllim asandır, rahatdır, nə var ki, işləyəcəkdir. Bildik, məsələn, müqavimet tapdıq, anən, indiki zaman məzmunu bildirdik, tapdıq və s. Feili bağlama da hər şey olar, müəyyən qədər şəkilçilərimiz var. Məsələn, ıbla araq var, yan-yana hər zaman gələn şəkilçimizdir. Ibaran. Burada yalnız şəkilçiləri bilmək daha çox vacib olur şu olar. Məsələn, ıb araq, deyir ki, oxuyub getdi. Düzdür, burada olur feili bağlama. Və deyirəm ki, o dərsini oxuyub dur. Bu feili bağlama var mı? Yox. Tapma qaydamız nədir? Araqla əvəz edək. O dərsini oxuyub getdi, o dərsini oxuyaraq getdi. Əvəz edə bilirik, feili bağlamadır. Bir də deyirəm ki, o dərsini oxuyubdur, o dərsini oxuyaraqdır. Olmursa, bu zaman sadəcə keçmiş zamandır, o feil. Bunu bildikmi? Bildik. Başqa. Məsələn, anda əndə şəkilçimiz var, zaman məzmununu bildirər. Oxuyanda, gedəndə, gələndə, vuranda, qıranda və s. Ay gidelim. Hara? Çok ders çeşitli. Təntim inşallah, təntimi bir neçə dəqiqə ərzində işıq yanacaq. Bilirəm, sıxılırsınız, qaranlıqdır, içəri zülmətdir. Yanar, harada olsa yanar. Yanar. Yaxşı, dedik, anda əndə şəkilçimiz var, armaz şəkilçimiz var, dıqca şəkilçisi var, ınca var, yazınca, arkən, ərkən var, gedərkən, gələrkən, vurarkən, qırarkən, sonra madan var, oxumadan, yazmadan, getmədən, gəlmədən və s. Və bir də boşa A şəkilçimiz var uşaqlar. Deyək, A kvadratı, A kvadratı şəkilçimiz hanəyin şəkilçisi də olur, feili bağlamanın şəkilçisi. Məsələn, gəzə-gəzə gedirəm. Nə ilə əvəz edirik yenə? Ara gərəklə gəzərək gedirəm deyilir isə feili bağlama olur. Bir də feili bağlama cümlə üzvü olaraq yalnız zərfli olur. Yaxşı? Bildikmi? Məsələn, dedik, məsələr cəm şəkilçisi qəbul edirmi? Oxumaqlar, yazmaqlar deyə bilmirik. İstisna oxumaqları, yazmaqları üçüncü şəxsin cəmində var. Bir də məsələr təyin olunur, bunu yadında saxlayırıq. Sonra feil sifət də zərfli olunur uşaqlar. Amma deyir ki, Öməri Öməri toyda yeyən gördü. Burada adəm nəyin şəkilçisidir? Feili sifətin şəkilçisidir. Doğrudurmu? Amma təhlil etsə, nə etdiyini gördüm. Kim? Mən yoxam. Necə görmüşəm? Toyda yeyən görmüşəm. Baxın, kimi? Öməri. Toyda yeyən uşaqlar. Burada zərfli olur. Tərz hərəkət zərflidir, amma feili sifəti görürsünüz. İstisna burada var. Üçüncü qruplar hazırlaşmaq istəyən və hazırlaşan namizədlərimiz. Bu ən çox üçüncü qrupda istifadə olunur. Dərsimiz bu qədər. Məsdər, feil isə feil bağlamı. İnşallah 6-cı gün hər kəs öz zamanında və vaxtında dərs